Gəlin bir dəqiqədə bir yeni qayda öyrənək. Bugünkü qaydamız məhcun növüdür. Məhcun növdə iş görən qrammatik cəhətdən məlum olmayacaq. Məhcun növün şəkilçisi ıl və ın üstü 4 şəkilçiləridir. Məhcun növ subyekti olmur, obyekt isə mübtəda rolunda çıxış eləyəcək. Məhcun növü tapmaq üçün iki qaydaya fikir vermək lazımdır. Birinci, feildə şəkilçi olmalıdır. İkinci isə iş görən, yəni subyektimiz məlum olmalı deyil. Gəlin feillərimizə baxaq. Əkinçi torpağı becərdi. Əkinçi torpağı becərdi cümləsində əkinçi işi görən subyektdir. Üzərində iş görülən obyektdir və buna görə də becərdi məlum növdə olacaq. Torpaq becərildi cümləsində isə işi görən məlum deyil, subyektimiz olmur. Amma becərildi, becərməkdən becərilmək olduğu üçün, şəkilçim olduğu üçün məhcun növdə olacaq. İndi baxaq görək məktub yazıldı. Feilimiz hansı növdə işlənib?